dəyərli tələbələrim, bu günləri sizinlə rəssamlıq haqqında, ümumiyyətlə sizə maraqlı olan suallar haqqında danışacağam. Çünki mənə şərh bölməsindən o qədər yazanlar oldu. Mən ona bu qədər bir dənə şərh yazmağımla o bəzən ya başa düşmür, ya da ki, ona qane etmir. Rəssamlığa başlayanda, rəssamlıq kursundan getməliyəmmi? Məndə fitri istedad olmalıdırmı? Bu şəkildə fitri istedad qoyaq bir qırağa. Sənin bu sənətə marağın varsa, sən qabağa gedəcəksən. Necə ki, hər hansı bir elm sahəsi ilə məşğul olan bir insan, əgər o sahəyə maraq, sevgi bəsləmirsə və ən əsaslı çalışmırsa, əlbəttə ki, uğurlu nəticə göstərə bilməz. Burada fitri istedad, nə bilim, genində olmalıdır. Filan kəsin babası rəssamdır, deməli bunun nəvəsi də rəssam olacaq kimi deyilən bir şey yoxdur. Əlbəttə ki, rəssamlıqda genetik faktor deyilən bir şey də var. Həqiqətən mövcuddur bu. Amma insan özündə də, yaşadığı mühitdən də çox şey asılıdır. Və əlbəttə ki, elə bir sahə də var ki, məsələn, məktəbli illərdən nəzərdə tutsaq, məsələn deyirəm, mən yaşamışam, elə uşaqdan eşitmişəm ki, mən riyaziyyatı çox sevirəm, amma riyaziyyat müəllimdən zəhləm gedir. Məsələn, belə bir şey eşitmişəm. Amma bəzən olur ki, uşaq müəllimin sayəsində o sənəti, o peşəni sevməyə başlayır. Müəllimlik peşəsi ola bilər və ya müəllim təsvirinci sənəti, məsələn, özümdən götürüm. Uşaq deyir ki, müəllim, mən də sizin kimi rəssam olmaq istəyirəm. Belə də ola bilər. Ona görə mühit təsiri altında biz özü potensialımızı görə bilirik və ona əsasən həqiqətən məndən bu olar, mən bu peşənin yiyəsi olacağam, olmayacaq, ona əsasən cavab vermək olar. Burada da artıq yaş məsələsi var. Biz balaca yaşlarda fikir versəniz, 1000 dənə peşə deyirik. Amma məndə elə olmayıb. Məndə də məsələn rəssamlığa necə başlamışam, onun haqqında video var, burada şəkil kimi göstərirəm. Oradan baxsanız, məndə məsələn 3-cü sinifdən əsasən başlayıb. Əlbəttə ki, balaca yaşlarda rəsmə marağım olub, amma peşə kimi məhz müəllimliyi, əsasən birinci rəssamlığı, sonra müəllimlik kimi yiyələnməyə başlamışam. Ona görə də bünövrə çox önəmlidir. Sən mənalı bir məqsəd qoyursan qabağına ki, mən buna görə, bu sənəti buna görə istəyirəm. Zaten həyatın bir məna axtarışında olursan, mən nə üçün varam, mən nə üçün yaşayıram, mən nə uğrunda mübarizə aparmalıyım. Məqsədlər qoyursan. Bəzi insanlar ki, deyir ki, həyatın mənası yoxdur, yaşamağın mənası yoxdur. Əgər mənası yoxdursa, sən niyə varsan? Elə insanlar var ki, iz qoyub gedən insanlar ki var. Sən niyə onlardan olmayasan? Niyə bir məqsəd uğrunda mübarizə aparmayasan? Hə, günlər gedir, aylar gedir və oturub baxırsan ki, sən heç nəyə nail olmamısan. Niyə? Səbəb. Başqaları edir. Hə, bu müqayisə məsələlərinə də stop demək lazımdır. Mən demirəm, başqaları bunu edib, sən get kosmosa çıx. Yox. Sən də özünə cavabdeh ol da. De ki, mən özümdə bu qıvılcımı hiss edirəmsə, mən niyə bunu çıxartmamalıyım üzə? Müqayisə də rəssamlıqda bu var uşaqlar. Müqayisə etmə. Özün heç kimlə müqayisə etmə. Falan kəs çəkdi, mən qaldım qıraqda. Yox. Sən öz potensialının fərqinə var. Rəqabət tam fərqli bir şeydir. Özünü müqayisə etmək də tam fərqli bir şey. Rəqabət apar və o qarşındakı insanla da nəsə götür. Məsələn, məndə realistik zəif olardı. Tələbə yoldaşıma məsələn realistik bir şeyi oxşatmaq, bir şey köçürməyə maraq yarandı. Çünki o eləyirdi, həm oradan öyrənirdi rəngləri, həm də daha gözəl, real görsənirdi. Mən də məsələn ondan onu götürdüm, öyrəndim. O da nəsə məncə bir şey öyrənmiş ola bilər. Rəqabət həm də yaranır. Özünü hər dəfə nəsə inkişaf elətdirməyə çalışmağa can atırsan, qabaqlamaya gedirsən. Əlbəttə ki, bu sağlam formada etməlisiniz. Gündə mən ayda depressiv, cəmaatın uşağı keçdi məni, mən qaldım çöldə. Yox. Özünü həqiqətən zövq ala. Əgər bir işdən sən zövq alırsansa, deməli sən doğru yoldasan. Sonra dediyim kimi bu fitri istedadla, sevgi ilə əlaqəli bir şeydir. Fitri istedad mühitin təsiri əsasən burada mənim gözümdə baş rol var. Bir də bu daxilində bu sevgi varsa, incəsənətə maraq varsa, sən həqiqətən qabağa gedərsən. Əl məşqləri ola bilər, qabiliyyət tələb edən imtahanlar ki var, onları iştirak edirsən və ondan əlavə kursa getməlisən. Kursda da əlbəttə ki, müəllim sənə mərhələli formada dərslər keçir. Heç vaxt demə. Bəzən görürsən ki, mən özümdə də deyirəm ki, mən deyirəm ki, heç vaxt bir uşaq 3 aya hazırlaşa bilməz. Mən elə bir tələbəm olub ki, 3 aya hazırlaşıb, hətta 1 aya hazırlaşan tələbəm olub. Yəni heç vaxt deməyin ki, heç vaxt bu tələbəni götürmərəm bu vaxt ərzində. Həqiqətən uşağın potensialı əsasında götürmək olur. Ki, hə, bu uşaq bunu bacarır. Verdiyim tapşırıqları edirsə, məsuliyyətli yanaşırsa və ən əsası sevirsə, bir məqsəd qoyubsa qarşısına, bu insanı bir qapalı otağa da qoysan, qapalı otaqda zincirləsənsə, o insan o işi edəcək. Məqsəd qoyub. Əlbəttə ki, biz müəllimlərin üstünə çox şey düşür. Tələb etməliyəm.
Düzgün istiqamət verməliyəm, tapşırıqları verməliyəm və plus tələb etməliyəm. Ən əsası tələb etməkdir uşaqlar. Boş-boşuna qalım, mən bunu eləyərdim, eləmədim. Qoymadılar. Mənim xəyallarımı məndən aldılar. Bir dənə biri yazmışdı, sən mənim xəyallarımı yaşayırsan. Mən nə bilim sənin xəyalın nədir? Çox qəribə bir cümlədir. Əlbəttə ki, qınamıram. Çünki elə mühit, elə insanlarda görmüşəm, məcburiyyət altında qalıblar. Başqasına xətirən, kimdənsə vaz keçiblər. Deyir ki, bacım oxumalı idi, ona görə mən bu sənəti tərk etdim. Mənə dedilər ki, bu sənətdə pul yoxdur. Mənə dedilər ki, sən boş-boş xəyallardır. Bir də şərh bölməsində yazmışdı, çox qəribədir. Düzgün peşə, yanlış yer, yanlış ölkə yazmışdı. Həqiqətən çox təsir etdi bu söz mənə. Məncə bu yanlış ifadəsini beynimizdən çıxardı. Məhz bu kanalın yaradılmasının da səbəb uşaqlar budur. Yəni mən demişəm ki, bunu edəcəm. Edəcəmsə buna dair fəaliyyətə keçməliyəm. Bunun üçün də çalışmaq. Deməklə o qədər deyərəm ki, mən belə eləyərəm, mən kosmosa çıxaram, mən nə bilim bunu dağıdaram, bunu sökərəm. Fəaliyyət önəmlidir. Bu deməyin hökmü, sözün hökmü o qədər də yoxdur. Bu sözü deyib eləmək, bu tam başqa bir şeydir. Və dediyim kimi kursa gedirsən, bu dediyim kimi mən sual verirlər ki, mənim 16 yaşım var və ya 15 yaşım var. Mən indidən geçsəm, mən nə qədər uğur əldə edə bilərəm? Həqiqətən konkret bir şey demək olmur. O konkretlik haçan yaranır? Uşağa deyirəm ki, gəl, işlə, bir dərs yoxlayıram. Ona göstərirəm, baxım necə işləyir. Sonra göstərirəm, baxım dediyimi nə dərəcədə başa düşür. Ona əsasən mən diaqnoz qoyuram. Və bəzən geç başa düşürlər. Uşaqdan dediyim kimi, baxın, hər metod eyni uşağa tətbiq etmək olmur. Görürəm ki, bir dənə uşaq 10 aya, 1 aya, 10 ay nə idi? 1 aya görürəm ki, bu uşaqda nəsə var. 1 aydan sonra çıxır üzə. Bəzən görürsən o uşaq utanqac olur, bəzən həyəcanlanır, başa düşmək istəmir. Çünki rəssamlığa marağı olan insanlar içə qapxanıq, fikir versəniz, çox sakit, öz aləmində, heç kimlə işi olmayan, bəzən də tam əksinə dəlisov olurlar, emosional olurlar. Dediyim kimi, heç kim eyni cür ola bilməz, heç kimin istedadı da eyni deyil. Hər kəsin mühit və formalaşdığı yerdən daxilindəki iç dünyasından və ona büruzə formasından fərqlənir. Çünki hər kəs bir dənə ağ vərəqdə nəyisə çəkir. Amma çəkdikləri şey bir-birinin eynisi qəti ola bilməz. Mən bir dənə xətt atsam, mənim tələbəm də bir dənə xətt atsın. Hər bir-birindən fərqlənir. Hətta xəttlər bir-birindən fərqlənir. Ona görə çalışmaq lazımdır. Rəssamlığa başlamaq var, bir də bitirmək var. Bu rəssamlıq heç vaxt bitmir. Hər gün nəsə öyrənirsən, nəsə öyrənməyə çalışırsan və nəsə öyrətdikdən sonra öyrənirsən. Ona görə çalışın ki, öz-özünüzə danışın. Rəssamlarda məsələn uşaq şəkil çəkirdi. Çox da xoşuma gəldi. Öz-özünə danışırdı. Mən dedim, nə oldu? Dedi, heç nə mənim öz-özümə danışırdım. Başa salırdı özünə. Çox xoşuma gəldi. Uşaqlar özünüzlə həmsöhbət olun. Vərəqdə şuurlu, zaten bu 3 element əsasında qurulmur bu. Beyin, ürək və əl. Sən onu başa salırsan, mən bunu nə üçün çəkdim? Hiss eləyirsən, məna yükləyirsən, sonra isə artıq fəaliyyətə keçirsən. Zaten bu 3 əsas hissəsindən qurulur və davam edir. Və icmalda da şəkillərinizi ürəkli formada atın, əl işlərinizi atın, qiymətləndirin. Kiminsə onunsa qorxmayın ki, mənim şəkil atıram, mənim çəkdiyim işə lağ edərlər. O lağ edən ilk növbədə özünü çəkmək bacarsın, sonra sənə lağ etsin. Əlbəttə ki, o mənasız şərh yazanlar olur. Sən əsla rəssamlıqdan vaz keçmə. Mənə də o qədər tənqidi yanışıblar. Nə olub? Çəkirəm hal-hazırda da, mövqeyimdən də, yaşadığım yerdən də çox razıyam, həmd olsun. Və çalışmağa da davam etməliyik. Niyə də daha yaxşısı olmasın? Onun üçün də çalışmaq lazımdır. Əzmli formada nəyisə qoyub, ondan onu gözləmək lazımdır uşaqlar. Mən gözlüm, mən bunu istəyirəm, mən onu istəyirəm. İstəməklə deyil, hərəkətə keçmək lazımdır. Onun üçün də çalışmaq lazımdır. Və buna əsasən də nəyisə etməyə çalışmaq lazımdır. Əl işlərinizi atın, həmçinin takipçi serisi də davamı gələcək. Birinci günləri istəyirəm atım, cədvəldə çalışacağam ki, bu həftə cədvəl formada atacağam. Sistemli formada sizə videoları da atacağam. Dərs videoları, vlog istəsəniz vlog videosu da olar. Antik başın qurulması, fəza fiqurların qurulması, rəssamlıqda sizin əl işlərinizin qiymətləndirilməsi, sual-cavab videoları, hansı kontekstdə istəyirsinizsə şərh bölməsində öz fikirlərinizi bildirin. Digər videolarda görüşənə hələlik hər birinizi çox sevirəm. Çünki nə qədər incə sənətə maraq göstərsəniz, mən bir o qədər sevinirəm ki, həqiqətən düzgün peşə, yanlış ölkə olmasın. Olmayacaq da inşallah. İnşallah hər şey daha gözəl olacaq və olmaya da davam edəcək. Hələlik.